Ay bərəkallah, çay deyil, məlhəmdir, məlhəm. Hə, qulaq asın, ay brat, sizə bir dənə babat söhbət eləyim. Deməli, günlərin bir günü bizim bu Molla Nəsrəddinin şəhərinə xaricdən 3 dənə belə yekəbaş alim gəlir. Ala bunlar necə özlərindən razıdırsa, yeriyəndə heç ayaqlarının altına baxmırlar, burunları kosmosdadır. Bunlar gəlir, çıxır hökümdarın sarayına, baş alim, yoğun bir şeydir, gəlir qabağa. Ay hökümdar, biz dünyanı fırlanırıq, eşitdik güya sizdə mozq adamlar var. 3 dənə sualımız var. Alimlərin cavab versə, bu qızılların hamısı padarok sənə. Yox, əgər cavab verə bilməsələr, boynunuza alacaqsınız ki, ən zoru bizik. Hökümdar düşür panikaya. Rəngi olur ağappaq. Vəzirləri, o eynəkli alimləri yığır, amma pis, hamısı stoy, səs yoxdur. Hamısı qorxusundan tir-tir əsir. Axırda biri qayıdır ki, şahım, bu mövzunu ancaq molla həll eləyər, başqası yalandır. Hökümdar qışqırır, ala, tez tapın, gətirin o mollanı, biyabır olduq aləmə. Ohrana qaçır mollanın evinə. Görürlər, molla həyətdə kefdədir, çarığını yamayır. Deyirlər, ay molla, dur gedək, vəziyyət gərgindir. Molla heç vecinə də almır, O məşhur papağını basır başına, eşşəyinə də tərs mirir adəti üzrə. Deyir, sür ay bala, görək o nə məsələdir. Nəysə, molla gəlir çatır saraya. O alimlər mollanın cırıq paltarına, tozlu çarığına baxıb, başlayırlar lağ eləməyə. Birinci alim çıxır səhnəyə, ala, ən ağıllı sənsən. Yaxşı, mənə konkret de görüm, yerin mərkəzi haradadır. Dəqiq koordinat ver mənə. Camaat donub qalır. Vay, molla batdı deyirlər. Amma molla bir an dayanır, əlindəki o yoğun ağac çomağı götürür, güp, sancır ayağının ucuna. Deyir, tapdım ay brat, dünyanın mərkəzi bax, düz bu ağacın sancıldığı yerdir. Alim qalır belə. Nə? Sən nə danışırsan? Subutun var? Molla gülür. Əlbəttə, inanmırsan? Götür ruletkanı, metrəni, başla ölçməyə. O tərəfdən də ölç, bu tərəfdən də. 1 millimetr fərq eləsə, mən atvetəm sözümə. Ged ölç, gəl gözləyirəm. Alim baxır ki, yeri ölçmək olar, məcbur qalıb susur, keçir dala. İkinci alim əsəbi halda gəlir, yaxşı, bunu yola verdin. De görüm göydə neçə dənə ulduz var, sayı düz olsun ha. Molla üzünü tutur eşşəyinə, şapalaqla vurur belinə və deyir, bu nə sualdır? Göydə düz mənim bu eşşəyimin tükləri qədər ulduz var. Nə bir əski, nə də artıq, konkret. Alim qışqırır, molla, sən məzələnirsən, sübut et. Molla deyir, inanmırsan, problem yoxdur. Gəl otur burada, başda eşşəyin tüklərini bir-bir saymağa. Sonra ulduzları say. Düz gəlməsə, gəl üzümə tüpür. Buyur, başda quyruğundan. Alim görür ki, eşşəyin tükünü saymaq ölüm işidir. O da deyir, təsliməm. Növbə çatır 3-cü, ən xitri alimə. Bu fikirləşir ki, elə sual verim ki, molla bloka düşsün. Yaxınlaşır, əlini özünün uzun ağ saqqalına çəkir. Molla, görürəm dilsiz, ağızsız deyilsən, amma bu sual məntiqdir. De görüm, mənim bu saqqalımda çox tük var, yoxsa sənin o eşşəyin quyruğunda? Alim fikirləşir ki, fsiyoda, mollanı tutdum.
Molla bir an dayanır, gözləri oynayır. Deyir, ay alim, buna nə var? Cavabı dəqiq bilirəm. Sənin saqqalındakı tüklərlə mənim eşşəyimin quyruğu bərabərdir, tükü tükünə. Alim qışqırır, yalan deyirsən, subut et. Molla qolları çırmalayır. Subuta nə var? Gəl bura, deməli belə. Bir dənə sənin saqqalından cırışdırırıq, bir dənə də eşyəyin quyruğundan. Sonra yenə birini səndən, birini ondan. Axıra qədər yolaq. Sonda səndə artıq tük qalsa, de ki, molla yalancıdır. Razısan? Başlayaq yolmağa. Alim təsəvvür eləyir ki, molla indi onun saqqalını dənə-dənə yolacaq. Canına vəlvələ düşür, əli ilə saqqalını bərk-bərk tutur, qaçır dala. Yox, yox hala, dəymə, lazım deyil. İnandım, düz deyirsən, eynidir, vallah eynidir. Bıraxın gedim. Pa. Hə, ay cavad, beləcə bizim molla o lovğa alimləri peşman eləyib yola salır. Necə deyərlər, kəlin də dərmanı olsa öz başına çəkərdi. Amma mollanın dərmanı hazır cavablıqdır. Sağ olun, var olun, çaydan da için soyumasın.